Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Son günlərdə mənə bağça müəllimləri tərəfindən ən çox verilən sual budur. Bizim sertifikasiya imtahanımız necə olacaq? Kimlər bu imtahandan keçəcək? Kimlər ümumiyyətlə bu imtahandan azaddır və proses ümumilikdə necə tənzimlənir, necə aparılır? Bu videoda sizə bunu qanunlara əsaslanaraq, amma hər zaman olduğu kimi çox sadə və anlaşılan şəkildə izah edəcəm əziz müəllimlər. Gəlin bu mövzunu addım-addım və aydın şəkildə izah edim ki, sizin də beyninizdə, fikrinizdə heç bir qarışıqlıq qalmasın artıq bu mövzu ilə bağlı. Sizin də suallarınız öz cavabını əslində tapmış olsun. Deməli, birincisi, gəlin baxaq ki, ümumiyyətlə sertifikasiya imtahanı nədir? Məktəbəqədər təhsil qanununa görə dövlət məktəbəqədər təhsil müəssisələrində, yəni dövlət bağçalarında çalışan bütün təhsil verənlər 5 ildən bir sertifikasiyadan keçməlidir. Yəni, bu proses bir dəfəlik deyil, davamlı qiymətləndirmə sistemidir və hər 5 ildən bir təkrarlanır. Burada əsas məqsəd müəllimi yoxlamaq yox, onun səriştəsini yeniləmək və gücləndirməkdir əslində. Gəlin bunu düzgün anlayaq əziz müəllimlər. Sertifikasiya müəllimin bilik və bacarığının yenidən qiymətləndirilməsi sistemidir. Yəni, bu imtahan işdən çıxarmaq deyil, qorxulu proses ümumiyyətlə heç deyil, əslində müəllimin peşəkarlığını yoxlayan və təsdiqləyən bir prosesdir, təsdiqləyən bir sistemdir əslində. İkincisi isə, əziz bağça müəllimləri, onu bilmək lazımdır ki, görəsən kimlər sertifikasiyadan keçməlidir, qanunla bu necə tənzimlənir? Dövlət məktəbəqədər təhsil müəssisələrində, yəni dövlət bağçalarında işləyən bütün təhsil verənlər, tərbiyəçi müəllimlər, metodistlər, bağça müdürü, bağça rəhbərləri hər 5 ildən bir, belə deyim, sertifikasiyadan keçirlər. Bəs kimlər sertifikasiya imtahanından azaddır? Yəni, ən çox verdiyiniz suallardan biri də budur ki, kimlər sertifikasiya imtahanından azad olunur? Deməli, müəllimlər, burada çox vacib bir hissə var. Ona görə də xahiş edirəm ki, bu hissəni xüsusən diqqətlə dinləyin. Birinci növbədə, hamilə qadınlar sertifikasiyaya cəlb olunmurlar. 3 yaşına qədər uşağı olan, belə deyim, analar. Əgər qadın sosial məzuniyyətdən yeni analıq məzuniyyətinə işə qayıdıbsa, analıq məzuniyyətindən sonra işə qayıdıbsa və hələ onun 1 ili tamam olmayıbsa bağçada, o mövcud qanuna görə sertifikasiyadan azaddır. Eyni hüquq uşağını tək böyüdən kişilərə də aiddir qanuna görə. Düzdür, hazırda kişilərin bağçada işlədiyini sanmıram. Amma bu qanunumuzda var, istədim onu da sizinlə bölüşüm. Və sonra yeni işə qəbul olunan müəllimlər. Yəni, ilk dəfə işə başlayan müəllimlər 3 il müddətində sertifikasiyadan azaddılar. Yəni, mövcud sistem, MİQ imtahanı ilə gələn, belə deyim, yeni işə başlayan, müəllimlərin işə qəbulu imtahanı ilə gələn yeni müəllimlərə adaptasiya üçün əslində müəyyən bir vaxt verir. Həm də hazırki qaydalara görə, əgər müəllim 3 dəfə ardıcıl olaraq sertifikasiya imtahanından uğurla keçibsə, artıq yenidən onun imtahana cəlb olunmasına ehtiyac yoxdur. Yəni, 3 dəfə keçilibsə, imtahana cəlb olunmur müəllimlər. Bir də 60 yaş və bu yaşdan yuxarı olan müəllimlər sertifikasiya imtahanından azaddılar. Yəni, bu yaş kateqoriyası üçün qayda belədir ki, sertifikasiya burada könüllüdür. Yəni, yaşı 60-dan yuxarı olan müəllimlər istəsələr sertifikasiyada iştirak edirlər, istəməsələr də iştirak etmirlər. Yəni, bu könüllü bir prosesdir onlar üçün. Beşincisi isə sertifikasiyadan keçən müəllimlərə, belə deyim, nə verilir? Onlar hansı hüquq qazanırlar? Əgər müəllim sertifikasiyadan uğurla keçirsə, ona 5 il müddətində dövlət məktəbəqədər təhsil müəssisəsində, yəni bağçada, dövlət bağçalarında pedaqoji fəaliyyət hüququ verilir və bu çox vacibdir. Bu sənəd əslində müəllim kimi fəaliyyət hüququnun təsdiqi deməkdir. Bəs sertifikasiyadan keçməsək nə ola bilər? Bu hissə müəllimləri mən görürəm ki, ən çox düşündürən hissədir. Çünki bu sizin üçün yeni bir prosesdir, bəzi şeylər sizin üçün qeyri-müəyyəndir. Əgər müəllim sertifikasiyaya üzürlü səbəbdən gələ bilmirsə və yaxud imtahandan keçə bilmirsə, ona mövcud qanunla 1 il əlavə imkan verilir, vaxt verilir, möhlət verilir. Bu müddətdə onun iş yeri saxlanılır, təkrar imtahan şansı verilir. Amma əgər müəllim təkrar sertifikasiyada iştirak etməzsə və yaxud yenə də kəsilərsə, keçməzsə, onda artıq məsələ, belə deyim, əmək qanunvericiliyinə, əmək məcəlləsinə uyğun şəkildə həll olunur. Yəni, əmək münasibətləri qanun çərçivəsində
tənzimlənir. Sonda isə əziz müəllimlər, mühüm bir qeydi də sizlə paylaşmaq istəyirəm. İstəyirəm biləsiniz ki, bax bu maarifləndirici videoda izah etdiyim məlumatlar 2026-cı il tərbiyəçi müəllimlərin işə qəbulu çərçivə sənədinə rəsmi normativ hüquqi mənbələrə və hüquqi mənbələrdə tövsiyə olunan ədəbiyyat siyahısında göstərilən hüquqi mənbələrdə verilən mötəbər mənbələrə əsaslanır əslində. Yəni bu sizinlə paylaşdıqlarım şəxsi fikrim deyil, rəsmi sənədlərin sadələşdirilmiş izahıdır. Videonun şərhlər hissəsində həmin linki və qanunun maddələrini, yəni sertifikasiyaya cəlb olunmaqla bağlı məktəbəqədər təhsil qanununun maddələrini sizinlə paylaşacağam, oradan da oxuya bilərsiniz. Və əziz müəllimlər, əgər siz də sertifikasiya imtahanı mövzularını sadə dildə başa düşmək, imtahana uğurlu bir şəkildə, sistemli bir şəkildə hazırlaşmaq, suallarınıza doğru düzgün izah almaq istəyirsinizsə, mənim təşkil etdiyim may ayının 5-də açılacaq məktəbəqədər sertifikasiya hazırlıq qrupuna qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat prosesi hələ də davam edir. Çalışın, vaxtında müraciət edin. Çünki mənim tövsiyəm bundan ibarətdir ki, müəllimlərə vaxtında müraciət edin, vaxtında qeydiyyatdan keçin ki, məhdud sayda müəllim götürürəm qruplarıma. Və bu qrupda siz dərsləri sadə izahla öyrənə biləcəksiniz, real test nümunələrini görəcəksiniz məktəbəqədər təhsillə əlaqədar və suallarınızı əlbəttə ki, canlı onlayn dərsimizdə birbaşa olaraq mənə verə biləcəksiniz. Qeydiyyat üçün mənə 055 933 55 75 nömrəsinə yazmağınız kifayətdir.